Hər gün özünə verilən kiçik qayğı sabahın böyük mükafatıdır. Ona görə gəlin elə bugündən başlayaq. Hər kəsi salamlayıram. Ekrana daha yaxın əyləşin, çünki sağlam gün ay başladı. Bugün də məqsədimizə doğru addımlayacağıq. Məqsədimiz isə dünənkinə nisbətən daha sağlam olmaqdır və kiçik addımlarla böyük nəticələr əldə edəcəyik. Təbii ki, dəyərli həkimlərimizin köməkliyi ilə və vaxt itirmədən bugün ilk dəfə studiyamızda görəcəyiniz həkimi salamlamaq istəyirəm. Artıq onu çox yaxşı tanıyırsınız. Təqdimata ehtiyacı belə yoxdur. Çox dəyərli bizim mütəxəssisimiz, nevroloqumuz Jalə Qarayeva bizlə bərabərdir. Xoş gəlmisiniz, doktor. Xoş gördük Günay xanım. Həqiqətən xoş oldu sizinlə görüşmək. İlk dəfə də görüşürük, xoş oldu. Bəli, var olasınız. Canlı-canlı görüşürük və Jalə xanımın o müsbət aurası, minlərlə pasiyentin etimadını qazanması, təbii ki, bundan hər kəsin xəbəri var. Amma indi elə izləyicilərimiz var ki, düşünür ki, Jalə xanım onlara necə kömək eləyə bilər? Bugün biz Günayla, yəni Günayla Jalə xanım hansı mövzu haqqında danışacaq, nəyə müzakirə edəcəklər? Ekrana daha yaxın əyləşin, hamısını biləcəksiniz. Amma deyim ki, Jalə Qarayeva Ankara Qazi Xəstəxanasının Nevrologiya kafedrasında uzun müddət fəaliyyət göstərən bir həkimimizdir. Müdafiə və Səhiyyə Nazirliyi nəzdində olan bir çox özəl və dövlət xəstəxanalarında çalışmış təcrübəli həkim nevroloqdur. Müəyyən xəstəliklər var ki, hansı ki onların adını mən bugün sadalayacağam, amma təbii ki, bütün xəstəliklərin adını sadalasam buna vaxt yetməz. Panik atakdan, depressiyadan əziyyət çəkənlər, müxtəlif növ fobiyalar və qorxulardan əziyyət çəkənlər, baş ağrıları, miqren, baş gicəllənmələri, yuxu pozuntuları, yaddaş problemləri, beyin qan dövranı pozğunluqları, epilepsiya və qıcolmalarla bağlı böyüklər ona müraciət edə bilər. Təbii ki, uşaqların da müalicəsi ilə Jalə xanım məşğuldur. Qorxular, emosional pozuntular, yaddaş və qavrama problemləri, valideynləri ən çox narahat edən mövzulardan biri nitq problemləri, yaddaş zəifliyi, kəkələmə və tiklərlə də bağlı Jalə Qarayevaya müraciət edə bilərsiniz. Əlaqə nömrəsi 050 363 1002. Həmçinin dəyərli həkimimizin Instagram səhifəsini də ekranda görürsünüz və paylaşımları ilə daim faydalı olmağa çalışan həkimlərdəndir. Müxtəlif sosial platformalarda sizə çox faydalı məlumatlar çatdırır bizim Jalə xanım. Və Jalə xanım bir səfəri planlaşdırılır. Mən buradan istəyirəm ki, bizi Sumqayıtdan izləyən izləyicilərimizə səslənim. Növbəti səfəri Sumqayıta olacaq. Elədir Jalə xanım, nə vaxt yollanırsınız Sumqayıta? İnşallah fevral ayının 25-i Sumqayıtda olacağım, pasiyent qəbulum olacaq. Nə gözəl. Boulevard Medical Center'da elanı hal-hazırda görürsünüz. 25 fevral tarixində nevroloq Jalə Qarayeva tərəfindən Sumqayıtda pasiyent qəbulu elan olunur. Elə bunu da elan etdim ki, daha sonra artıq mövzumuzdan xəbəriniz olsun və elə bir problemdən danışacağıq ki, demək olar ki, hər bir evdə bax bu xəstəliyin, bu əlamətin adı səslənir. Hər birimizin həyatında ən azı bir dəfə yaşadığımız haldır. Baş ağrıları və miqren. Və baş ağrılarının miqrendən fərqi varmı? Bunları biz özümüz necə ayırd edə bilərik? Bilirik ki, baş ağrıları çox ciddi şəkildə bizim həyat keyfiyyətimizi aşağı salır və baş ağrısı nə zaman təhlükəsizdir, nə zaman həkimə müraciət etmək lazımdır? Bayaq da qeyd etdiyim kimi, miqreni adi baş ağrısından ayırd etmək olarmı, yoxsa yox? Bizə ən çox verilən suallar sırasında budur Jalə xanım. Və mən istəyirəm ki, elə ümumiyyətlə baş ağrılarının tiplərindən danışaq. Yəni, baş ağrılarının ümumiyyətlə neçə tipi var və ən çox rast gəlinən növləri hansılardır? Belə deyim də, baş ağrılarının ümumiyyətlə 200-dən çox növü var. Beynəlxalq Baş Ağrı Cəmiyyətinin verdiyi təsnifata görə 200-dən çox növü var. Amma baş ağrıları ümumiyyətlə müraciətlər, yəni səhiyyədə müraciətlərin hardasa 4-5% baş ağrı ilə bağlıdır. Amma nevroloqa gündəlik müraciətlərin hardasa 30% demək olar ki, baş ağrıları. Yəni, böyük göstəricidir. Bəli, böyükdür. Həm uşaqlarda, həm böyükləri narahat edən bir məsələdir baş ağrıları. Və baş ağrılarının dediyim kimi 200-dən çox növü var, amma bölünür. Birincili baş ağrıları var, ikincili baş ağrıları var. Birincili baş ağrıları adətən beyində və bədəndə hər hansı
bir problem olmadan, özü patologiya olmadan ortaya çıxan bir baş ağrılarıdır. Birincili baş ağrılarına gərginlik tipli baş ağrısı, migren və digər birincili baş ağrıları aiddir. Bir də var ikincili baş ağrıları. İkincili baş ağrıları isə hər hansı bir bədəndə və yaxud beyində bir problemdən ortaya çıxır. Beyin qanamaları olsun, subraknoidal qanama olsun, travmadan sonra olsun, beyin şişləri olsun və s. Amma birincili baş ağrıları 90% rast gəlinir. Yaxşı ki də bu belədir. İkinci baş ağrıları, ikincili baş ağrıları isə 10% hallarda rast gəlinir. Belə deyim, baş ağrılar, ümumiyyətlə birincili baş ağrılar, o 90% rast gəldiyimiz baş ağrılar daha çox gərginlik tipli baş ağrıları müşahidə edirik. Amma pasiyenti narahat etdiyinə görə migrenlə bağlı çox müraciətlər olur. Belə deyim də, migren həm böyüklərdə, həm uşaqlarda çox rast gəlinir. Böyüklərdə tipik əlamətləri var. Adətən başın bir tərəfində başlayır. Amma boyunla başlayır. Adətən boyun nahiyəsindən yayılır. Başın ya sağ, ya sol yarısında və çox vaxt pasiyentlər bunu illərlə boyun osteoxondrozu kimi və yaxud boyunda duzlaşma kimi müalicə edirlər və migren olduğunu bilmirlər. Davamlı boyun emertələri, boyun nahiyəsinə fizioterapiyalar bu şəkildə qəbul edilir. Jalə xanım, boyuna vurur o ağrı, necə olur? Öncə boyundan başlayır, sonra gəlir keçir başın önünə və gözə vurur. Doktor gözümə elə vurur ki, sanki gözüm yerindən çıxacaqmış kimi bu şəkildə olur. Amma hər zaman bir tərəflidirmi? Yox. Çox hallarda bir tərəflidir. Bəzən nadir hallarda iki tərəfli də görmək olar. İndi birazdan uşaqlarda baş ağrılarının fərqini deyəcəm. Baş ağrı tutur, bir tərəfli dediyim kimi baş, göz ya sağ ya sol yerdən tutur. Ürək bulanma baş verir çox vaxt və nadir olaraq hər zaman deyil, qaytarma müşahidə olunur və bu zaman baş ağrı sırasında işıq, səs və qoxulara həssaslıq, yəni fotofobiya, fonofobiya və osmofobiya baş verir. Pasiyent bu zaman nə deyir? Bəlkə də bir çoxları izləyicilərə tanış gələcək bu mənzərə deyir. İşığı söndürün, gözümə düşür, pərdələri bağlayın, hər yeri bağlayın, səs salmayın və bəzən, bu da hər zaman deyil, parfüm vurmayın. Yəni parfüm qoxusuna belə həssaslıq, qoxulara, siqaret tüstüsü ola bilər, parfüm qoxusu ola bilər, yəni osmofobiya deyirik buna. Bu şəkildə narahatlıqlar yaranır və migren baş ağrının özəlliyi odur ki, baş ağrı hardasa 4-72 saata qədər davam edə bilir. Əgər pasiyent heç bir ağrı kəsici almazsa, bəzən pasiyentlər deyir ki, doktor, ağrı kəsici də içirəm, amma baş ağrım keçmir. Birazdan ağrı kəsicilər haqqında da məlumat verəcəm. Yəni 4-72 saat davam edə bilər baş ağrısı və migren baş ağrısının özəlliyi hər hansı bir fiziki aktivliklə artır. Yəni durub hər hansı bir iş görmək istəsək alınmır, yəni iş görə bilmir. Belə deyək də, əmək qabiliyyətini ciddi dərəcədə aşağı salan bir baş ağrısıdır migren baş ağrısı və migren baş ağrısında bir çox səbəblər var, etiologiya var və həmçinin trigger faktorları var, çox önəmlidir, müalicə qədər önəmlidir, migrenda rejim çox önəmlidir və müalicəsi var. Qısa olaraq bunlara da toxunmaq istəyirəm. Öncə uşaqlarda, yəni yeniyetmələrdə inşallah martın biri beynəlxalq səviyyəli bir konfransda spiker qismində çıxış edəcəm. Mövzum elə yeniyetmələrdə migrendir. Çox sağ olun. Hər zaman çalışırsınız ki, bax bütün işlərinizi çatdırasınız. Mən hər zaman deyirəm ki, Jalə xanım o həkimlərimizdəndir ki, hər sahədə çalışır ki, ön pillələrdə olsun və istər televiziya çıxışlarında, istər sosial platformalarda çıxışlarında, istər elmi konfranslarda olan çıxışlarında, spiker kimi, məruzəçi kimi çıxışlarında da daim seçilir. Uğurlarınız bol olsun. Allah bu enerjini sizə çox görməsin. Amin, çox və sağ olun. Belə deyim, artıq izləyicilərimiz yazırlar, mənim gözəl həkimim, mənim həyatımı qurtaran həkim. Çünki bilirik ki, nevroloji problemlər insanların həyat keyfiyyətini doğrudan da aşağı salır və uzun illər bu insanların həyat eşqinin ölməsinə gətirib çıxarır. Bilirsiniz, beyin sağlamdırsa, digər orqanlarda olan xəstəliklə mübarizə aparmaq daha asandır. Tam razı, bəli. Yəni psixoloji olaraq sağlamdırsa, beynimiz sağlamdırsa. Ona görə qısa bir yeniyetmələrdə migrenin böyüklərdən, yəni uşaqlarda baş ağrı, migren ola bilərmi? Bu sualı bizə çox verirlər. Mən bəzən pasiyentə migren diaqnozu qoyanda əlbəttə ola bilər. Yəni uşaqlarda da çox görürük, yeniyetmələrdə də çox görürük migren baş ağrısı. Böyüklərdən fərqi nədir? Böyüklərdə bayaq dediyim kimi bir tərəfli olur. Migren tutur başın bir yarısından, ya sağ, ya sol yarısından. Amma uşaqlarda adətən bilateral frontal, bu nə deməkdir? Yəni iki tərəfli alın nahiyəsində olur ağrı. Yenə ürək bulanma ola bilər, yenə işıq, səs uşağı narahat edə bilər. Amma böyüklərdə 4-72
saata qədər çəkirsə, uşaqlarda hardasa 1 saat 48 saat arası davam edir. Müalicələrində də bəzi fərqlər var. Belə deyim də, miqren nədən yaranır? Niyə yaranır? Əsas məsələ, niyə biz bu qədər bu problemin, bu xəstəliyin adını çox eşitməyə başlamışıq? Hər kəs şikayət eləyir ki, miqrenim tutdu, demək ki, bir neçə gün mənə artıq toxunmayın. Bəli, mənə toxunmayın, işə gedə bilmirlər, dərsə gedə bilmirlər, yeniyetmələr xüsusilə. Bəzən hər hansı bir uşaq yeniyetmə otağına qapanır və qapını səssiz bağlayır. Əslində içəridə o ağrı ilə mübarizə aparır səssiz bir şəkildə, amma valideyn bunu bilmir, təəssüflər olsun ki. Ona görə hər dəfə övladınızdan, yəni uşağınızı susturmayın. Gəlin müalicə ilə miqreni susturaq, baş ağrısını susturaq, övladımızı susturmayaq. Hər zaman deyək ki, çox təəssüf ki, biz susturmağa çalışırıq. Ağrı kəsicilərlə, müəyyən preparatlarla. Amma bu bədənimizin bizə verdiyi bir siqnaldır. Demək ki, nəsə yolunda doğru getmir. Hər zaman baş ağrıda indi olar, yəni ayda, ildə bir dəfə başımız ağrıyır. Yorğunluqdan, yuxusuzluqdan, onda bir ağrı kəsici istifadə eləmək olar. Amma davamlı ağrı kəsici istifadə hər zaman deyirəm və çox görmüşük praktikada bunun çox təhlükəlidir, çox zərərlidir və davamlı ağrı kəsicidən istifadə rebound baş ağrısına gətirib çıxarır ki, bu da yəni çox çətin müalicəyə tabe olan, ağrı kəsicilərin fonunda çox çətin müalicəyə tabe olan bir haldır. Ona görə də bunu da deyim, yəni miqren müalicəsi onsuz da yoxdur deyib evdə oturmayın. Mən paylaşımlarda da eləyirəm, artıq dərmanlarının kəsmiş bir çox pasiyentlərim var. Hətta köməkçimin mən vaxtilə mənim pasiyentim olub miqrenindən sağalıb, indi mənim yanımda işləyir. Miqrenin müalicəsi var. Amma siz də pasiyent də rejimə düzgün əməl etməlidir. Belə deyək də, yəni ömürlük sənin başın ağrımayacaq deyə bir şey yoxdur. Uzun müddət remisiya, yəni sağalma əldə edə bilərik və tamamilə nəzarətdə saxlaya bilərik. Müəyyən qədər müalicə ilə və bizim müalicəmiz tam yaxşı olandan sonra pasiyent müalicəmizi kəsirik və rejimdən. Rejim çox mütləq. Yəni yuxusuzluq artıq yenə bunu provokasiya edəcək. Eləcə də stres. Yəni stres və yuxusuzluq da baş ağrısına, miqrenə təsir göstərirmi Jalə xanım? Çox gözəl bir yerə toxundunuz. Adətən yuxusuzluq bir çox xəstəlikləri alovlandırır, provokasiya edir. Amma miqrendə belə bir məsələ var. Miqrendə çox yatmaqda miqren artırır, az yatmaqda. Yəni pasiyent hər gün səhər 7-də durur. Yəni gedib onu 5-də durğuzsaq, yenə onun başı tutacaq. Və yaxud bəzən pasiyentlər deyir, məndən çox başım 6 bazar ağrıyır. Niyə? Çünki rejimsiz oyanır. 11-də oyanır, 10-da oyanır və bütün günü başını tutur. Çünki çox yatmaq da miqreni provokasiya edən faktorlardandır. Stres, yorğunluq əlbəttə, qaranlıqda telefon, ekran şüasına çox məruz qalmaq. Ümumiyyətlə, miqrenli pasiyentlər bir çoxuna tanış gələcək. Telefona baxanda ekran şüasını hər zaman azaldırlar. Ən aşağı səviyyədə qoyurlar. Hətta mən belə göstərəndə, oy, mənim gözümə düşür, onu mən baxa bilməyəcəm deyirlər. Mən bir çox yaxınlarımda da... Bu studiyada onlar çətin otura bilsinlər. Bəli, işıqların altında. Hətta toya gedib gələndə çox narahat olurlar. Çünki parlaq işıqlar, yüksək səs. Deyir, toydan gəlirəm, yəni gedir də bir neçə günüm gedir, çox narahat oluram. Bəli, və sonra kafein çox içmək məsləhət görülmür. Əlbəttə ki, alkol, siqaret zərərlidir, zərərli vərdişlər, enerji içkiləri, qazlı içəcəklər provokasiya edə bilər miqren ağrısını və dediyim kimi, qaranlıqda oturub davamlı telefona baxmaq da, bu da provokasiya edə bilər miqren ağrısını. Günümüzün bəlası Jalə xanım. Susuz qalmaq. Uşaqlar belə, bax, bu miqrendən əziyyət çəkirlər. Nə qədər valideyn hal-hazırda bizə yazır. Bir daha qeyd edeyim, miqrendən əziyyət çəkənlər, ay qonşu dedi ki, bunun müalicəsi yoxdur, ay qohumum dedi ki, illərdir mən bundan əziyyət çəkirəm. Canlı efirdə deyirəm ki, müalicə edirik. Əsas məsələ odur ki, ən son protokollara uyğun, evidence-based guideline-lara uyğun müalicə edirik miqreni. Və geri dönüşlər də çox gözəldir. Jalə xanımın əlaqə nömrəsini ekranda görürsünüz. 050 363 1002. Həmçinin Instagram səhifəsinə də keçid alaraq məlumat ala bilərsiniz. Və əziz Sumqayıtlılar, baxıram, yazırsınız ki, sizi Sumqayıtdan izləyirik. Minnətdaram. Azərbaycanın hər bir bölgəsindən bizi izləyən izləyicilərimizi salamlayıram. Və qeyd edim ki, 25 fevral tarixində Sumqayıt şəhərində Boulevard Medical Center'da nevroloq Jalə Qarayevanın qəbulu baş tutacaq. Qəbul bir gün ərzində olduğundan əvvəlcədən yazılmağınız şərtdir. Qalan həftənin günləri Jalə xanım Bakıda qəbul keçirir. Ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayaraq həm Bakı qəbuluna, həmçinin 25 fevralda Sumqayıtda baş tutacaq qəbuluna yazıla bilərsiniz. Buyurun Jalə xanım. Qısa miqrenin səbəblərindən deyim, bu zaman beyində nə baş verir? Çox vaxt pasiyentlər mənə sual verir ki, doktor, beyində nə olur ki, mənim miqrenim artır? Dedim ki, bayaq trigger faktorlar
səbəblərini saydım, yenə davam edəcəm onu deməyə. Əsas beyində ağrı emalı mexanizmlər var ki, onların işində pozulma olur. Trigeminovaskulyar sistemin aktivləşməsi və həmçinin neurotransmitter sistemlərdə, yəni serotonin və GRP sistemlərdə, yəni bu açılmasını deyim, kalsitonin, gen, əlaqəli zulal, peptid, belə deyim, onunla bağlı bəzi sistemlərdə bəli dəyişiklik olur və üzə çıxır, miqren aktivləşir. Yəni belə deyim də, CGRP, yəni bunun ifrazının artması miqrendə olur və nə baş verir? Damarlar genişlənir, ağrı siqnallarının ötürülməsinə yardımcı olur və neyrogen mənşəli iltihabın yaranmasında böyük bir faktordur. Bir də miqrendə genetik faktorlar da çox böyük rol oynayır. Yəni hər bir xəstəlikdə olduğu kimi miqrendə də genetik faktor var. Yəni hər ana tərəfdən daha çox, ana xətti ilə daha çox keçir miqren baş ağrısı, amma ata xətti ilə də mümkündür. Ümumiyyətlə bir valideyndə miqren varsa, övladında miqren olma ehtimalı 50%-dir. Amma hər iki valideyndə miqren baş ağrısından əziyyət çəkirsə, övladında da ağrının olması ehtimalı 75%-dir. Yəni bu qədər genetik faktorlar burada əhəmiyyətlidir, önəmlidir. Və faydalı bloqlardan məlumat almaq üçün hal-hazırda ekranda bizim Jalə xanımın veb saytını görürsünüz. Bu veb sayta daxil olaraq məlumat ala bilərsiniz, ətraflı şəkildə faydalana bilərsiniz. Dediyim kimi, nevroloq Jalə Qarayeva hər platformadan sizə məlumatları əlçatan etməyə çalışır. Bugün də danışdığımız mövzu çox aktual bir mövzudur. Yəni, dediyim kimi, miqren və baş ağrıları və digər baş ağrıları, hansı ki, onlar haqqında da danışacağıq və hal-hazırda çox sayda sual yazan izləyicilərimiz var. Başımın yalnız bir tərəfi ağrıyır və işığa baxa bilmirəm. Səbəbi nə ola bilər? Yəqin ki, doktorumuzun dediklərini dinləmədən yazıb bizim izləyicimiz, amma tam da sizin dediyiniz əlamətlərdir. Belə deyim də, hər bir tərəfli ağrı, hər ürək bulanmalı ağrı, hər işığa baxa bilməmək də miqren deyil. Miqrendə əslində diaqnoz anamnez nəticəsində qoyula bilir. Yəni, pasiyenti dinləyirik tam olaraq, amma biz çox vaxt əlavə müayinələr istəyirik. Niyə istəyirik? İkincili baş ağrılarını inkar etmək üçün. Yəni, çox bənzəyə bilər, ürək bulanma ola bilər, bir tərəfli baş ağrısı tuta bilər. Yəni, miqrendə adətən beyin MRT-si təmiz olmalıdır. Təmiz olduqdan sonra birincili baş ağrısı, yəni miqren deyə bilirik. Bəli, onda da izləyicimizdə də ola bilər ki, miqrendə, amma dəqiqləşdirmək lazımdır, tam ətraflı anamnez toplamaq lazımdır. Bəzən adi bir hormonun yüksəlməsi də, yəni bu yaxınlarda bir pasiyentim deyir, doktor, bu miqrenden illərdir müalicə alıram. Dinlədim və bəzi suallar verdim və yoxladım, müayinə etdikdən sonra miqren yox, başqa bir diaqnoz qoyduq. Bənzəyə bilir ağrı, amma bu əlavə müayinələri onun üçün edirik ki, miqrenin diaqnozunu təsdiqləyək. Yetər ki, ixtisaslı həkimə müraciət edəsiniz. Bura, yəni bu mövzuda birbaşa nevroloq məşğul olmalıdır, nevroloq araşdırmalıdır. Çox sayda suallar gəlir. Hal-hazırda Jalə xanımı salamlayıram, deyir, doktor salam, mənim başım bəhanə axtarır ağrımağa. Bunu TikTok canlı yayımdan izləyicimiz yazır. Səs, küy, günəş, tüstü, hər şey mənim başım ağrıdır. Aynı gözəl izah eləyir, o hissələr toxunmamışdım. Ümumiyyətlə, miqrenin belə bir xüsusiyyəti vardır. Adətən sinusitlər daha çox soyuğun altında ağrıyır, amma miqrenli pasiyentlərdə günəşin altında da ağrıyır miqren baş ağrısı. Yəni isti havalarda soyuqda da, bəli, isti havada da tuta bilər. İstinin altında çox qalsa, günəş şüası altında çox qalsa tuta bilər və həmçinin soyuq havalarda, soyuqda. Ümumiyyətlə miqrenli pasiyentlərə deyirik ki, qış gəldi, papaq qoyun başınıza. Və yaxud saçınızı yuduz, qurudun. Yəni o şəkildə nəm gəzilərsə miqreni tutacaq, bəli. Tüstü deyir, çox gözəl qeyd edir. Tüstüdür, siqaret tüstüsüdür, müxtəlif qoxulardır, ətirlərdir, kəskin qoxulu ətirlərdir. Ümumiyyətlə, kəskin qidalar miqren baş ağrısını artıra bilir. Ümumiyyətlə, miqrenin mərhələləri var, belə deyim. 4 mərhələsi var miqrenin. Miqren ağrısına çatana qədər postdromal, yəni yox, prodromal mərhələ var. İlkin olaraq prodromal mərhələ hardasa miqren atakından bir neçə saat və ya bir gün öncə başlayır. Bu zaman pasiyentdə bir halsızlıq olur, yorğunluq olur, boyun əzələlərində bir gərginlik olur və ən əsası bir onu toxunum, bunu bəzən yanlış bilirlər. Şirin yemək istəyi olur. Bəzən pasiyent deyir ki, şirin yeyirəm, miqrenim tutur.
Əslində kəskin qidalar icazə vermirik. Amma bu yəni miqrenin xüsusiyyətidir. Öncəsində bir şirin yemək istəyi gəlir. Şirin yemək istəyi gəlir, sonra keçir aura mərhələsinə. Hansı ki bütün miqrenlərdə aura olmur. Sadə miqren var, aurasız. Bir də var klassik miqren, auralı miqren. Aura zamanı gözün önündə parlaq işıqlar, çizgilər, çaxmaqvari, bəli, qara nöqtələr, çaxmaqvari bu şəkildə olur. Dediyim kimi aura hər bir saat öncə hardasa başlayır, amma hər bir miqren atakında olmur. Sonra gəlir atak mərhələsi dediyim kimi. Atak mərhələsində bayaq sadaladığım əlamətlər bir tərəfli baş tutur, boyundan başlayır, yenə xatırladıram, başın önünə doğru yayılır, baş ağrıyır, ürək bulanır, işıq, səs. Yəni pasiyent deyir ki, mənə qaranlıq otaq dərmandır, doktor. Yəni qaranlıq otağa girirəm və rahatlayıram, bəli, və yaxud başımı sıxıram, və yaxud ağrı kəsici içirəm, bu şəkildə rahatlayıram. Bir də var prodromal mərhələ, aura mərhələsi, atak mərhələsi var, postromal mərhələ, hansı ki bu zaman artıq bir yorğunluq, bir süslük baş verir pasiyentdə. Amma baş ağrıları sadəcə miqrenlə də bitmir, başqa baş ağrıları da var, hansı ki bayaq ilk başda qeyd elədim, gərginlik tipli baş ağrısı çox görülən bir baş ağrısıdır. Gərginlik tipli baş ağrısı miqrendən fərqləri var. Sadəcə çox ağrı kəsici tələb etmədiyi üçün gərginlik tipli baş ağrısı çox müraciət eləmirlər həkimə. Yəni o ağrı ilə də yaşamağa davam edirlər. Yəni biraz dözülən ağrı olduğuna görə. Biraz dözüləndir və burada səbəb konkret stres, gərginlik, təşviş, həyəcan pozuntusu ola bilər, depressiya ola bilər, gərginlikdən olur. Yəni həmin an yaşanan hadisələr də bunu provokasiya edə bilər. Bəli, ola bilər. Yəni bu davamlı da ola bilər. Yəni bir gün içində yuxusuz oldum, yorğun oldum. O da boyundan başlayır və başın yanlarında, adətən gicgah hissələrində bir ağrı olur. Miqrendə döyünən xarakterli ağrıdır. Miqrendə deyir ki, doktor, başımın üstündə nəsə döyürlər, pulsasiya edici bir ağrıdır. Amma gərginlik tipli baş ağrısında sıxıcı xarakterli olur. Gərginlik tipli baş ağrısı miqrendən fərqli olaraq əmək fəaliyyətini, əmək qabiliyyətini aşağı salmır, işinə davam edə bilir. Və ağrı kəsici içmir miqrendən fərqli olaraq. Amma davam edirsə artıq, hər ikisi davam edirsə, uzun müddət davam edirsə, mütləq nevroloq dəstəyi lazımdır. Bir də Jalə xanım, elə insanlar var, mənim ətrafımda da var belə insanlar, hansı ki miqrendən əziyyət çəkirlər və hər dəfə başları ağrıyanda müxtəlif sayda ağrı kəsicilər qəbul edirlər. Bu qədər ağrı kəsici qəbul etmək təhlükəli deyil. Çox təhlükəlidir ağrı kəsici. Belə bir şey deyim, bir pasiyentimin həyat yoldaşı vardı. Pasiyent artıq vəziyyətdən çıxarmışdıq, nevrotik pozuntudan əziyyət çəkirdi. Gəldi bizim yanımıza. Sonra bir müddət olmadı, pasiyenti görmədim. Sonra bizlə əlaqə mənə Instagram üzərində yazdı ki, doktor, bəs mən gələ bilmədim müalicəmə, yaxşı idim, amma indi çox pisəm. Yoldaşım rəhmətə gedib. Nədən rəhmətə gedib soruşdum. Beyində bir atrioventrikulyar malformasiya deyirlər, AVM deyirlər. Bu damar patlaması deyirlər də. Hazır bir anevrizma kimi. Bəli, hazır bir bomba olur. Yəni deyir ağrıdı, belə ağrıdı. Dostu da ona dedi ki, bir ağrı kəsici iynə vurdur. İndi ağrı kəsici adı çəkməyim. O iynəni vurdu və onunla da huşunu itirdi. Sən demə beyində belə bir problem var idi. Yəni bu qədər təhlükəlidir. Yəni nəinki beyinə, mədə bağırsağa, mədə qanamaları yaşayan nə qədər mədə qanamaları var. ciddi şəkildə yaşayır. Böyrəyə, qaraciyərə sıradan çıxardır. Hər zaman deyirəm təhlükəlidir və zərərlidir. Həkim təyinatı olmadan ağrı kəsiciləri öz başınıza içməyin və yaxud aptekə gedirlər, mənə bir ağrı kəsici ver, miqrenim ən güclüsünü ver özdəki, miqrenim yaxşı olsun, elə bir şey yoxdur. Dilarə Vəliyeva bizə yazır, doktor, deyir ki, Jalə xanım mənim miqrenimi sağaldıb, daha dərman içmirəm, təbrik eləyirəm sizi Dilarə xanım və bu o miqrendən əziyyət çəkənlərə, insanlara bir ümiddir. Çünki illərlə bu miqrendən əziyyət çəkən insanlar var. Hansı ki, əmək fəaliyyətləri aşağı düşür, həyat keyfiyyətləri pisləşir və düşünürlər ki, əvvəllər belə bir əfsanələr var da, hər bir xəstəlik haqqında bir əfsanə var. Bunun müalicəsi yoxdur, heç özünü öldürüb bununla bağlı müalicəyə getmə, dərman içmə. Amma görürsünüz, real olaraq izləyicilərimiz hal-hazırda yazır və elə qaynar xəttimiz suallarla doludur, TikTok canlı yayımız suallarla doludur. Mövzu doğrudan da çox maraqlıdır. Amma mən istəyirəm bir sual da verin bizim Jalə xanıma ki, baş ağrısı, yəni bəzən yorğunluq əlaməti kimi olsa da, bəzən digər bayaq sadaladığınız əlamətlər kimi olsa da, bizə sadə görünsə də, amma bəzən də təhlükəli ola bilər. Bəli, yəni, bu artıq ikincili baş ağrılardır. Nə zaman təhlükəli sayılır, nəyə diqqət etməliyik? Hansı əlamətlərə diqqət etməliyik Jalə xanım? Yəni kəskin bir təhlükəli sayılır. Adətən ilk dəfə
10 yaşın altında və 50 yaşın üzərində bir insanda ilk dəfə baş verən bir baş ağrı varsa, bu baş ağrı gedərək şiddətlənirsə, baş ağrı zamanı yanaşı olaraq görmədə bir bulanıqlıq varsa, nitqdə bir çətinlik varsa və yaxud ətraflarda bir zəiflik, ətraflar dediyimiz yəni qolda, ayaqda bir əzələ zəifliyi müşahidə ediriksə, xüsusilə asqırma, öskürmə zamanı baş ağrı artırsa, qızdırma zamanı çox ciddi bir baş ağrı varsa, mütləq anında bu artıq təhlükə siqnalıdır, vaxtında müraciət etmək lazımdır həkimə. Yəni altda yatan səbəbləri tapmaq üçün mütləq müraciət etmək lazımdır. Aha. Və Jaylə xanım söz demək istirdim. Mən birdən bu məsələni qeyd edeyim ki, Jaylə xanım bugün ilk görüşümüzdür və Jaylə xanımı uzun illərdir mən tanıyıram və hal-hazırda müxtəlif bölgələrimizdən, elə ölkələrdən bizə geri dönüş edən izləyicilərimiz var ki, mənim gözəl həkimim. Bəli, Jaylə xanım işinin bilicisi, dəyərli peşəkar nevroloq həkimlərimizdəndir və panik atak, depressiya, müxtəlif növ fobiyalar, qorxular, baş ağrıları, migren, baş gicəllənmələri, yuxu pozuntuları, yaddaş problemləri, beyin qan dövranı pozğunluqları, epilepsiya və qıcolmalarla da bağlı müraciət edə bilərsiniz. Bu böyüklərə aiddir və valideynlər yazır ki, övladlarımızda müəyyən problemlər var. Mən elə istəyirəm valideynlərin bu suallarını bizim Instagram paylaşımımız üçün hazırlayaq. Bugün Jaylə xanımla bərabər Sağlam Gün Həyatı və Instagram səhifəsində bir faydalı paylaşımımız olacaq. Hər gün bilirsiniz ki, belə paylaşımlar edirik və daha çox sizin real suallarınızdan hazırlanır bu paylaşımlar və elə valideynlərin narahat olduğu məqamlar var ki, uşaqlarda migren olurmu və valideyn sualı belə yazır, deyir, uşağım dərsdən gələndə tez-tez baş ağrısından şikayət edir. Bu migren ola bilərmi? Nə etməliyəm? Hər baş ağrı migren deyil, öncə onu qeyd edeyim. Dediyim kimi digər əlamətlər olmalıdır. Migren adətən dərslərinə ciddi maneə törədir, uşağın məktəbdə performansına çox ciddi maneələr törədir, sosiallaşmasına çox ciddi maneələr törədir. Baş ağrı əgər soruşmaq lazımdır, alın nahiyəsindədir. Bəzən və bir çox hallarda uşağın onsuz da qaymariti var, yəni onu müalicə eləyəcəyik və ya isti saxlayacağıq, belə deyirlər. Yəni düşünmürlər, uşağın da migreni olar, belə bir sual ortaya çıxır. Bəli, uşaqlarda da olur. Dediyim kimi, böyüklərdən fərqli iki tərəfli alın nahiyəsində olur baş ağrı, yenə ürək bulanma olur, yenə işığa, səsə, qaranlıq otaq istəyir uşaq migren zamanı və migren baş ağrısı hər hansı bir iş görsə, dərs oxusa daha da artır uşaqlarda və 1 saatdan 48 saata qədər davam edə bilər. Amma adi yorğunluqdan da məktəbdən gələndə və yaxud yuxusuzluqdan, yorğunluqdan, dərs yükündən də baş ağrıya bilər. Onun anamnez nəticəsində onu dəqiq deyə bilərik. Daha bir sual var. Buyurun. Çoxlu kofe, qəhvə içmək baş ağrısını artırır yoxsa azaldır? Kofe ilə bağlı ümumiyyətlə tədqiqatlar müxtəlifdir, amma bir fincandan artıq icazə vermirik. Hədsiz kofein baş ağrısını artırır. Təzyiqim normal olsa da 63 yaşlı bir izləyicimiz yazır, başım tez-tez ağrıyır. Bu nə ilə bağlı ola bilər? O zaman təzyiqə bağlı bir baş ağrısı deyil. Bu arada bəli, təzyiqə bağlı da baş ağrılar görünür. Təzyiqin enməsinə, qalxmasına baş ağrılar görünür, hətta baş gicəllənmələr də görünür. Amma təzyiqlə əlaqədar deyilsə, çox güman ki, nevroloji bir baş ağrıdır. Amma nə ilə əlaqədar olduğunu artıq pasiyenti dinləməliyəm və müayinə etməliyəm. Ondan sonra dəqiq bir söz deyə bilərəm. Baş ağrısı zamanı ürək bulanma və qusmadan əziyyət çəkirəm. Özümü çox pis hiss edirəm. Jaylə xanım söyləsin, bu təhlükəlidirmi? Migrenə bənzəyir, amma %100 migren demək deyil. Bir daha deyirəm, migren diaqnozunu qoymaq üçün mütləq ikincili baş ağrılarını inkar etmək lazımdır. Hal-hazırda çox sayda valideynlər müxtəlif yaş qrupundan olan uşaqları yazır. Mən heç bilməzdim ki, uşaqlar arasında bu qədər migren yayılır. Çoxdur, Günay xanım, çoxdur uşaqlar arasında. 11 yaşında, 13 yaşında, söylür gün ərzində bir neçə gün, yəni bu ağrı kəsmir və uşaq nəzərə alın ki, valideyn də qorxur hər hansı bir preparat istifadə eləməyə və düzgün də eləyir. Adətən verirlər bir çox hallarda, amma o da düzgün deyil. Yəni verirlər bilib-bilmədən, nə olduğunu bilmədən. Ən az baş ağrıyırsa, mütləq, yəni bir neçə dəfə təkrarlayırsa, ümumiyyətlə müalicə nə zaman lazımdır migren baş ağrılarında? 4 dəfədən artıq atak varsa ay ərzində, bir də müalicə belə deyim də, müalicə, atak müalicəsi var. Ağrı sırasında verdiyimiz bir dərman var. Bu da ağrı kəsici deyil. Pasiyentlərin bildiyinin əksinə ağrı kəsici deyil. Bir də var qoruyucu profilaktik müalicə deyirik. Hansı ki biz ümumiyyətlə atakın olmaması üçün müalicə aparırıq. Atakın olmaması üçün qoruyucu migren müalicəsində burada pasiyentin artıq yaşı,
cinsi, yanaşı xəstəlikləri, yüksək təzyiq varmı, yoxsa təzyiqi aşağıdırmı? Hə, bir də xanımlar buna sevinəcək yəqin ki, miqren baş ağrısında iştahı azaldan dərmanlarımız da var, iştahı artıran dərmanlarımız da var. Bir pasient içəri girmişdi keçənlərdə, məni qucaqladı, doktor, həm məni arıqlatdınız, həm də miqrenimi müalicə elədiniz. Bəli, bunu da bacarırıq miqren. Bir gülləli ki, dovşan. Amma mütləq, yəni iki eyni xəstə, eyni yaşda müraciət etsin, miqreninə dərmanlar fərqli olacaq. Təbii. Çünki tam dinləyəcəm, onları nəzərə alacağım, yanaşı xəstəliklərini ona uyğun təyinat verəcəm. Var olasınız Jaylə xanım. Mən sizə təşəkkür edirəm. Çox şad oldum sizinlə bugün və məhz bu mövzuda danışmağa. Çünki gördüyüm kimi hal-hazırda qaynar xəttimiz suallarla doludur. İndi bizim izləyicilərimiz deyəcək ki, Günay suallarımızı səsləndirmədi. Hamınıza bir-bir dəyərli Jaylə xanımın nömrəsini göndərəcəyik. Bacardığım qədər suallardan səsləndirdim. Təbii ki, vaxtımız imkan verən qədər və bir daha qeyd edirəm, 25 fevral tarixində Sumqayıt şəhərində Jaylə Qarayeva, dəyərli nevroloqumuz Bulvar Medical Center'da qəbul keçirəcək. Qəbula yazılmaq üçün 050 363 1002. Amma bu sizi çaşdırmasın. Bu qəbul bir gün alacaq Sumqayıtda. Qalan həftənin 6 günü, yəni Jaylə xanım burada Bakıda çalışır. Ekranda gördüyünüz əlaqə nömrəsi ilə əlaqə saxlayaraq doktorumuzun qəbuluna yazıla bilərsiniz. Həftənin 6 günü səhər saat 7-dən işimin başındayım. Var olasınız. Çox Belə tez qəbullara başlayırsınız və təbii ki, istər kiçiklər, uşaqlar, istərsə də böyüklərin sağlamlığının keşiyində dayanırsınız. Təşəkkür edirəm. Var olun. Var olasınız və əziz izləyicilərimiz, qısa ara, qısa fasilədən sonra növbəti dəyərli həkimimizlə yenə sizə faydalı olmağa çalışacağıq. Bu dəfə göz sağlamlığından danışacağıq.